mən istərdim bu gözəl anda, bu gözəl vaxtda əzizimiz, hamımızın, Azərbaycanın fəxri fəxarəti sayılan elm əhli, hafizi Quran Hacı Zülfüqar qardaşımıza söz verək. Peyğəmbər Rəsul Əkrəm buyurur, alimlər mənim varislərimdir, onlara hörmətlə yanaşın, hər zaman ehtiram göstərir. Hacının özünü, ailəsini, elminin günü-gündən güclənməsinə xatir, İmam-ı Zamanı layiq, Muhammed-i Salavat. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve la'anetullahi ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. İlk önce bütün bayramlar münasebetiyle, hususiyle İmam Zeynel Abidin'in mübarek təvəllüdü münasebetiyle hamınızı təbrik edirəm. Allah Teala bizi imamlarımızın sadiq, həqiqi ve onları doğru başa düşüp yollarını giden şiələrdən, Müslümanlardan qərar versin inşallah. Allah məddəhlarımızın da səsinə, nitqinə, elminə və əhl-i beyti olan eşqinə bərəkət versin. Allah inşallah onları hifz eyləsin. Uzun uzadı danışmaq fikrim yoxdur. Amma bir neçə əhəmiyyətli məqama toxunmaq məqsədim vardır. Birinci məsələ budur ki, biz gərək İmam Zeynel Abidini, İmam Hüseyin ağamızı, Həzrəti Əbəlfəzi və Əhl-i Beyti yaxından tanıyaq və onların həyatında olan ibrətli məqamlardan bizim üçün bütün səhnələrdə, bütün anlarda, bütün sahələrdə ola biləcək nümunələri, ibrətləri əks eləyək və həyatımızda onları əməl eləyək. Əhl-i Beytin, xüsusilə Zeynul Abidinin, İmam Zeynul Abidinin özünə məxsus məziyyəti vardır. Zəhəbi Əhl-i-Sünnə alimidir. Çox təəssübkeş bir alimdir. Siyar-ı A'lamun Nubala bir kitabı yazıb. Kitabları çoxdur. Bir əsəri də Siyar-ı A'lamun Nubala, şəxsiyyətlər haqqında yazmışdır. İmam Zeynul Abidinin tərcüme-i halını yazarkən yazır ki, كان أهلا للإمامة العظمى لشرفه وعلمه وكمال عقله. Zəhabi çox təəssübkeş bir alimdir. Barəsində çox xoşa gəlməyən sözlər deyilir. Əhl-i Beytə qarşı kinli və küdürətli olduğunu görə. Amma Əhl-i Beytin fəziləti, üstünlüyü, dəyərləri o qədər geniş və o qədər məzmunlu və dərindir ki, onu gizlətmək mümkün deyildir. Ona görə Zəhəbi məcbur olub etiraf eləsin. Deyir, İmam Zeynel Abidin böyük imamət məqamına layiq olan bir şəxs idi. O məqama layiq olmaq üçün həm şərəfi var idi, əsli, nəsli, nəcabəti Peyğəmbərdə bitirdi. Peyğəmbərimiz də İbrahim Peyğəmbərin nəslindəndir və s. Nəslinə görə də imamət məqamına layiq idi, elminə görə də, ağlına görə də. Likəmali
Aqli, ağıl kamil surətdə var idi İmam Zeynul Abidində. Bunu kim deyir? Zəhəbi deyir Əhl-i-Sünnə alimi. O bunu bizim xoşumuza gəlmək üçün demir. Və onun da heç xoşuna gəlmir. Ondan bir söz nəql eləyirlər Əli Aleyhisselamın hədislərini araşdırarkən. Deyir, hədisun sahihun. Bu hədis sahih hədisdir Əli Aleyhisselam haqqında. Bir hədis haqqında deyir də mən o mövzuya girmirəm. وَلَكِنْ يُنْكِرُهُ قَلْبِي. Amma mənim qəlbim bunu qəbul eləmir. Bu qədər təəssübkeş adamdır. O deyir ki, İmam Zeynel Abidin büyük imamət məqamına layiq olan bir şəxs idi. Çox danışmaq olar, vaxt az, bizim savadımız az, bizim qabiliyyətimiz çox azdır. Bir neçə dənə bizə aid olan məsələdə danışmaq istəyirəm. Əbəlfəz ağadan oxudular qardaşlarımız. Allah inşallah nitqilərini, elmlərini, eşkilərini daha da artırsın, qüvvətləndirsin. Əhl-i Beytin, xüsusilə Kərbalada olan Həzrət Əbəlfəzin, İmam Zeynul Abidinin, xanım Zeynəb Salamullah Əleyhanın böyüklüyünün bir nümunəsi də bunda idi ki, onlar baxmayaraq ki, nəzər sahibləri idilər, arif idilər, böyük məqam sahibləri idilər, amma itaətkarlığı, təslimliyi bacarırdılar. Bu çox mühüm bir məsələdir. Əbəlfəz ağa ki, o qədər qeyrətli idi və o qədər zülmə qarşı barışmaz, dönməz, sönməz idi. Amma nə qədər ki, İmam Hüseyin ağa ona göstəriş verməmişdi, icazə verməmişdi, o imamın istəyindən kənar bir addım atırdı. Və su gətirmək üçün əgər getdisə, o da imamın izni ilə idi. Baxmayaraq ki, onun adı Əbbasdır. Əbbas, Əbus, qaşqabaqlı insana deyərlər. Yaxşı mənada. Əzəmətli, heybətli insana deyərlər. Əbəlfəz ağa uşaqların susuzluğundan, əskərlərin susuzluğundan, qadınların naləsindən, İmam Hüseyin ağanın tək qalmasından yanıb yaxılırdı. O qeyrət sahibi idi. Amma o qeyrətlə yanaşı, o şücaətlə yanaşı təslimliyi və rəhbərə itaətkarlığı bacarırdı. Bu çox mühüm bir məsələdir. Mənim səbrim çatmır. Tez bir addım atır, bir söz deyir, mənim səbrim çatmır, mən dözə bilmirəm, haqsızlıqdır. Yox, haqsızlığa etiraz, haqsızlıq qabağında durmaq, o zaman davamlı olar. O zaman nəticəli olar ki, arkasında ağıl durar, arkasında böyüyə tabiçilik durar. Onda nəticə verir. Yoxsa mənim səbrim çatmır, mənim dözümüm yoxdur, mənim qeyrətim çoxdur. Bunlar hamısı avamı aldatmaq üçündür. Böyüklərimiz bizə bu həyat dərsini verirlər. Əbəlfəz ağa, İmam Zeynəl Abidin ağa, Kərbalada baxın, o ağrı acılı səhnələrə dözür, səbr edir. Ona görə ki, İmam Hüseyin ağanın göstərişi budur. Ağa nələr çəkir, görür ki, Kərbalada bir ən yaxın insanlarını, əzizlərini şəhid eləyirlər. Sonda İmam Hüseyin ağanı şəhid eləyirlər. Əsrin ən dəyərsiz, tarixin bəlkə ən dəyərsiz bir insanı imamın sinəsi üstündə oturub. Amma İmam Zeynul Abidin çünkü qeyrətiyle, şücaətiyle, İmam Hüseyin'e olan eşkiyle yanaşı rəhbərə tabiliği, təslimliyi bacarırdı. O səhnədə başqa bir addım atırdı. Əbəlfəz ağa da həmçinin. Təlli Zeynəbiyyədə o təpə üstündə xanım Zeynəb görürdü o səhnələri. Amma qabağa getmirdi. Niyə? Göstəriş elə verilmişdi. Mühüm budur ki, xanım Zeynəb qeyrəti əgər səndə varsa, cəsarəti varsa, şücaəti varsa, onunla yanaşı gərək ağlı da səndə olsun. Onunla yanaşı gərək böyüyə, rəhbərə tabililiyin də olsun. Onunla yanaşı gərək məsləhət, məşvərət etmək düşüncəsi də olsun.
Hələ məlum deyilsən bu şücaətin həqiqətən də Əhl-i Beyt dediyi şücaətdəndir. O birinci əhəmiyyətli məsələdir. Çox əhəmiyyətli məsələdir. İkinci, mən məclisi nəzərdə alıb, vaxtı nəzərdə alıb qısa barədə danışıram. İnsanların böyüklüyü, dərinliyi və savadlı olması, uzaq görənliyi o zaman bəlli olur ki, ən çətin məqamda, ən yaxşı halda və ən yaxşı vəziyyətdən xilas yolunu çıxardırlar. Ən çətin məqamda ən rahat yolu göstərə bilirlər. Və ən pis vaxtda ən yaxşı və səmərəli yolu göstərə bilirlər. İmam Hüseyin ağadan sonra vəziyyət o qədər şiyələr üçün ağır oldu. İmam buyurur, şiyələrimizə namazı düzgün öyrədə bilmirdik. Namazı öyrədə bilmirdik. İmam Zeynul Abidin buyurur. Şiyələrimiz namazı düzgün bilmirdi. O qədər Kərbaladan sonra düşmən tərəfindən nəzarət artdı və Əhl-i Beytə, xüsusilə İmam Zeynul Abidinə təzyiqlər və təhdidlər artdı. İmam deyir, şiyələrimizlə əlaqə saxlayıb namazı öyrədə bilmirdik. Belə bir mühitdə, baxın İmam Zeynul Abidin hansı addımlar atır? Necə vəziyyətdən şiyələri çıxardır? Oğul ona deyərlər ki, məhdudiyyət olan yerdə, təzyiqlər olan yerdə addım ata bilsin. Qoymurlar, incidirlər, bəli incidəcəklər. Bir məktəbi ki, İmam Hüseyin ağa öz qanı ilə qoruyub saxlamışdırsa, sən bunu şirnilərlə, bu aşla, xaşla saxlaya bilməzsən. Gərək bu şirnilərlə yanaşı çətin günlərində olar. Biz demirik çətin günlər hamısı olmalı. Yox, bundan yanaşı başqa şeylər də olacaq. Əgər sənin yolun İmam Hüseyin yoludursa, İmam Hüseyinin yolu bəşəriyyətin xilası yoludur. Bütün insanların nicat yoludur. Bütün insanların nicat yolunda sən çətinlik görmək istəmirsənsə, elm oxumaq istəmirsənsə, hansısa bir problemə düşmək istəmirsənsə, sən İmam Hüseyin yolunda deyilsən. İmam Hüseyin yolu təkcə sənin, mənim xilasım üçün deyil, bəşəriyyətin xilası üçündür. Birbaşa şeytanla mübarizədir. Şeytanın məqsədi budur ki, insanları qul eləyə. Şeytanın dostlarının məqsədi budur ki, insanları kölə eləyə. İmam Hüseyin ağanın yolu təkcə müsəlmanları yox, bütün bəşəriyyəti xilas etmək yoludur. O yolda təbii olaraq çətinliklər olacaq. İmam Əli əleyhissalam Zeyd ibn Suvahanı tərifləyir. Zeyd ibn Suvahan bir əlini Dahavənd döyüşündə vermiş, bir qolu var idi. Cəməl döyüşündə, fitnə döyüşündə, bir döyüş ki, böyük səhabələri şübhəyə salmışdı. Çünki bir tərəfdə Peyğəmbərin həyat yoldaşı, Peyğəmbərin yaxın sahabələri, Əli əleyhissalamın yanında 25 il səbr eləyən Təlhə Zübeyr kimi sahabələr, qarşı tərəfdə Həzrət Əli əleyhissalamdır. Belə bir döyüşdə hətta sahabələr şəkkə düşür. Amma Zeyd ibn Suhan şəkkdə deyildir. O, bəsirətli bir insandır. Bir qolu da yoxdur. Əzm, iradə ilə cəmiyyəti başa salır. Haqqa salır, dəvət edir. Vururlar, əzillər, yaralanır. Can üstə idi, Əli əleyhissalam başının üstünə gəldi. Ona bir söz dedi. Çox dərin bir sözdür İmam Əli əleyhissalam. Dedi, ya Zeyd, rəhiməkəllah. Ey Zeyd, Allah sənə rəhmət eləsin. Zeyd, Allahın rəhməti sənə olsun. Bunu Əli deyir ha. Sonra bir söz deyir. Kunta xəfifəl məunə, aziməl məunə. Zeyd, sən xərci az olan, faydası çox olan möminlərdən idin. Sözə baxın, tərifə baxın. Xərcin az idi, sənə biz çox vaxt xərcləmədik, çox elm xərcləmədik, çox sənə vaxtımızı sərf etmədik. Sən elə oradan buradan bizdən öyrənirdin, özün qaçırdın dalımızca. Amma sənin faydın, sənin təsirin böyük idi. Bu çox mühüm bir məsələdir. Adam var gedib neçə il dərs oxuyub. Görürsən ki, öz yaxınlığına, ətrafına bir təsir qoya bilir. Adam da var, elə mənbərlərdən bir hütbə eşidib, namaz qılıb bir
Hak insanın arkasında görürsən nə böyük bir təsirə malikdir. Bərəkətli olmaq mühüm bir məsələdir. Çox mühüm bir məsələdir. İsa Peyğəmbər dedi və cəaləni mübarəkən əynəmə kuntu. Mən harda olsam Allah məni bərəkətli eləyər. Bəziləri deyir, İmam Zaman ağa qeybdədir. Onun nə xeyri var, nə bərəkəti var. Biri mənə dedi, dedim, göt bu ayəyə cavab ver ki, İsa Peyğəmbər imamdan da qabaq elə qeybətdədir. Onun nə faydası var? Quran deyir ki, və cəaləni mübarəkən əynəmə kuntu. Mən harda olsam bərəkətli olaram. Sən nə bilirsən bərəkət nədir? Sən baş kəsməyi bərəkət bilirsən. Sən bərəkət bilmədin ki. Get buna cavab ver ki, İsa Peyğəmbər qeybdədir, onun bərəkəti nədədir? Onu tapsın, bunu da taparsın. Bərəkətli olmaq çox bir mühüm məsələdir. İsa Peyğəmbər, ənbiyalar, peyğəmbərlər bərəkət sahibi olurlar. Sən böyük təsirə malik olmalısan. İmam Əli buyurdu, Zeyd, Allah sənə rəhmət eləsin. Allah rəhmət yaşını sənə yağdırsın ki, sənin xərcin az oldu, amma faydın, təsirin böyük oldu. Özümüzə baxaq, görürsən, belə şeyə yox. İmam Zeynal Abidin böyük bir təzyiq altındaydı. Siz baxın Səhifə-i Səccadiyəsinə, dualarına baxın. Zabur-u Ali Muhammed adını aldı. Ali Muhammed'in zaburudur. Zabur. Mən bir neçə dənə orada İmamın xüsusilə Məkarimul Əxlaq duasını toxunuram və sözümə yekun vururam. Oxuyaq dualar, xüsusilə Ramazan ayı qarşıda gəlir. Dedi, ilahi, əcir linnasi alə yədiyəl xeyr və lə təmhaqhu bilmən. İlahi, mənim xeyr əlimi bəşəriyyət üzünə açın. Mənim əlimdən insanlara xeyr çalsın. Xeyr gəlsin. İmam bizə öyrədir, ha? Deyir, bərəkətli olun. Sonra deyir, وَلَا تَمْحَقْهُ بِالْمَنْ. İlahi, kömək elə mən minnətlə onu batil eləməyim. Birinci problemimiz budur ki, biz öz əlimizdə hələ xeyri görmürük. Kimin əli Peyğəmbərin əli ilə toxunmayıbsa, Peyğəmbərə beyət eləməyibsə, beyət elə əl vermək. Bəli, onun əli bərəkətli olmaz. Onun əli cəmiyyətə xeyr verməz. İnnəl-ləzīnə yubayi'unəkə innəmə yubayi'unəllah. Peyğəmbərim, kim sənə əl verib beyət eləsə, Allah ala beyət eləyib. Yadullahi fəvqə eydihim. Allahın əli də bütün əllərin fövqündədir. Dillərə bizdə pulu yoxdur, əl aşağıdır. Deyir, istəyirsən əli yuxarı olsun. Bu nədir? Bir dua ilə dünya insanlarının həll edə bilmədiyi problemi həll edəcəksən. İstəyirsən əlin uzun olsun. Əlin bütün problemləri həll eləsin. Ver əli Peyğəmbərə. Peyğəmbərə əli veribsənsə, Allah'a əl veribsən. Allahın əldə bütün əllərin fövqündədir. İmam buyurdu, ilahi, mənim əlimdən xeyr insanlara çatdırgınam. Amma minnətlə batil eləməklə bizə başa salır ki, ola bilər xeyr edirsən, yaxşı işlər görürsən, bu tərəfdə də minnət qoyursan. Ümumiyyətlə, danışığın dərinliyi və məzmunlu olması o vaxt bəlli olur ki, danışıqda hər məsələ nəzərdə alınmış olsun. Danışıq o söhbətlə, o mövzu ilə bağlı yaranan suallara cavab vermiş olsun. İmam deyəndə, ilahi, mənim əlimdən insanlara həmişə xeyr çatmağı mənə nəsib elə. Sonra deyir ki, onun problemi ola bilər. Xeyr çatar, sonra da minnət qoyaram. Minnət qoymayayım mən. Minnətlə batil eləməm. Sonra ardıca buyurur İmam, وَحَبْلِ مَعَالِيَ الْأَخْلَاقِ وَعْسِمْنِ مِنَ الْفَخْرِ. İlahi, əxlaqın uca mərtəbəsini, mərhələsini mənə nəsib elə yine. Əgər cəmiyyətdə yaxşı iş görürsənsə, xeyrxalq insansansa, insanlara əl tutursansa, onunla yanaşı gərək əxlaq da ola, İslam əxlaqı. İnnəmə bu'istu li utəmmimə məkariməl əxlaq. Mən əxlaqın uca dərəcəsini, ali dərəcəsini fəth etmək üçün, tamamlamaq üçün seçilmişəm. Peyğəmbərimiz buyurur.
İmam Hüseynul Abidin bizim tərəfimizdən danışır. Dua eləyəndə Allahla danışanda belə deyir. İlahi bizə əxlaqın yüksək dərəcəsini bağışla ilə, hədiyyə elə ilə. Sonra deyir ki, vəsimni minəl fəxr. Fəxr etməkdən bizi qoru ilə. İsmət qorunmaqdır. Əxlaq da oldu gərək fəxr eləməyəsən. Mən belə təvazükar oğlanam. Ola bilər deməyəsən. O qəlbində bir dənə güc yaradıb sənin üçün. Bunları sındır. Bunları sındır. Kaş vaxt olaydı bu barədə danışaydı. Əxlaqla yanaşı təvazı olmalıdır. Əfdalun nas mən təvada rəfatin. Peyğəmbərimiz buyurur, ən üstün insan o insandır ki, uca ola təvazı eləyər. Vəzifəsi, məqamı, hörməti, şan şöhrəti yüksəldə ola təvazı eləyər. Ona deyərlər ən yaxşı insan. Yoxsa da aşağıda oturubsan da təvazı eləyirəm. Yer yoxdur da yuxarıda oturmağa. Oturmuşsan aşağıda deyirsən mən təvazı eləyirəm. Heç nəyin yoxdur deyirsən ki mən zahidəm. Heç nəyin yoxdur da zülm eləyə bilmirsən deyirsən ki mən zalimdən acığım gəlir. Mən zülm eləyə bilmirsən. Oğlana deyərlər ki, zülm eləyə bilər, zülm eləməz. Təkəbbür eləyə bilər, təkəbbür eləməz. Təvazı eləsin. Kömək elə bilər, kömək eləsin. Günah elə bilər, günah eləməsin. Və Allah Teala insanları imtihan eləyəndə bir mərhələsi də gəlib buna çatır. Günah səhnəsi sənin üçün yaradır. Günah elə bilərsən, günahdan çəkinməlisin. İmtihanın bir mərhələsi də günaha şərait mərhələsidir. Sonra imam duanın davamında buyurdu, İlahi, la tərfa'ni finnəs dərəcətən illə hattattani ində nəfsi mislaha. Çox dərin məzmunlu sözlərdir bu sözlər. Deyib, Pərverdigara, İlahi, Allahım, məni cəmiyyətin nəzərində, cəmiyyətin gözündə yüksəltdiyin qədər, cəmiyyətin içində nə qədər hörmət sahibi oluramsa, özlüyümdə məni kiçiltkinə. İmam buyurur. Çünki cəmiyyətdə sən hörmət sahibi olduq qədər, gərək özlüyündə kiçiləsən, kiçilməsən, yavaş-yavaş imamlıq iddiasını düşərsən. Biraz da yüksəldin, peyğəmbərlik iddiasını eləyəcəksən. Deməyəcəksən mən peyğəmbərə. Peyğəmbərə səhv axtaracaqsan, sənə deyəndə sən səhv eləyirsən. Deyəcəksən, yox. Əbu Hüreyrə var, məşhur adamdır da bilirsiniz də bu. Əbu Hüreyrə haqqında çox eşitmişsiniz. Deyir, İbrahim peyğəmbər 3 dəfə yalan danışıb. Ayətlə Cəfər Sübhani deyir ki, biz deyirik, bu Əbu Hüreyrə özü yalan danışır. Deyir, yox, Əbu Hüreyrə ola bilməz. İbrahim peyğəmbər yalan danışır. Bir dəfə Əbu Hüreyrənin yalan danışmağını qəbul edə bilmirlər. Amma İbrahim peyğəmbər 3 dəfə yalan danışmağını qəbul edirlər. Dəhşətə bax. Büt eləyir. Sən də elə olarsan, peyğəmbərdən sən vaxtararsan, amma sənə deyəndə bu səhvdir, deyəcəksən, yox. Çünki cəmiyyətdə biraz hörmət sahibi olubsan, biraz tanınırsan, biraz pulun var. Bəzən də heç nə yoxdur, xəyaldır. Özünü böyük bilir, ondan görə də təkəbbür eləyir. Heç kimi saymır. İmam buyurur ki, cəmiyyət içində şan şöhrətin artdıqca Allahdan istə, Allah səni özlüyündə kiçilsin. La tərfa'ni dərəcətən illə hattattani finnəs illə hattattani ində nəfsi mislah. Cəmiyyət nəzərində, cəmiyyətin gözündə mən nə qədər yüksəldibsən ilahi, öz nəzərimdə məni kiçilkinə. Bu çox mühüm bir məsələdir. Mədaxillə məxaric düz olmalıdır. Əgər sən evə 500 manat pul gətirirsənsə, mədaxilin 500 manatdırsa, məxaricin əgər 1000 manatdırsa, yavaş-yavaş sən nə eləyəcəksən? Abrundan gərək xərcləyəsən də. Hər ay gəl 500 manat abruvu verərsən. Gəlib bunu atasan, onu atasan, onu aldadasan, bunu aldadasan. Mədaxillə məxaric düz olmalıdır. Cəmiyyətdə hörmətin artır, amma iman artmır. Düşəcəksən, yıxılacaqsın. İmam ona deyir. Baxın, bu çox dərin bir məzmunlu kəlamdır. Bunu ancaq imam deyə bilər. Və imam duasının davamında da deyir. وَلَا تُحْدِسْ لِي اِذَّنْ ظَاهِرًا اِلَّا اَحْدَسْتَ لِي زِلَّةً بَاطِنَةً اِنْدَ نَفْسِ بِمِسْلِهَا. Deyir ilahi, Allahım, məni cəmiyyətin nəzərində böyütdüyüncə, mənə izzət verdiyincə, özlüyümdə də mənim
kiçiliyimi mənə göstərginən. Bunların biraz fərqi var da, vaxtı deyil mən bu barədə danışıram. Bu imamın dualarıdır. İmam Aleyhisselam o çətin vəziyyətdə dua ilə İslamı çatdırırdı. Dua ilə. Baxın onun hüquq risaləsinə. Baxın İmam Zeynul Abidinin o çətin vaxtlarda, o məhdudiyyətli günlərində, hər tərəfdə təzyiqdə olduğu vaxtlarda hansı təsirləri qoydu, hansı tələbələri hazırladı. Sənin indi bunun heç bir təsiri yoxdur. Bu da məscidə gedə bilmirsən. Evində namaz qılmırsan. Cəmiyyətə evində qılan məscidə gəlmək istəmir. Yox, bunlar hamısı zəiflikdir. Elmin var, öyrət. Görürsən, bəzi məlunlar heç Quran üzündən oxuya bilmir, 5 nəfər aldadır. Sən neçə nəfər hidayət eləyirsən? İmamların həyatı bizim üçün nümunədir. Heç kim qiyamət günündə deyə bilməz ki, mənim üçün şərait yox idi, vəziyyət yaxşı deyildi. Mənə təzyiq göstərirdilər, mənə qoymurdular dərs verməyə, mənə qoymurdular hidayət etməyə, mənə qoymurdular namaz öyrətməyə, Quran öyrətməyə. Deyə bilmərik. İmamların elə həyatından bizi göstərsələr, nümunə göstərəcək. Bizə aid olan imamların xüsusiyyətlərindən, xüsusilə Həzrəti İmam Zeynul Abidin, İmam Hüseyin ağanın, Həzrət Əbbasın xüsusiyyətlərindən birinci, böyüklərə təslimlilik, tabiiçilik xüsusiyyəti bizdə olmalıdır. Gərək alimlərimizə işlək, müştəhidlərimizə işlək. Şiənin xilası bundadır. Ümumiyyətlə bəşəriyyətin xilası bundadır. Şiənin bu konsepsiyası vardır. Rəhbərlik. Rəhbərlərimiz var, imamlar vasitəsilə təyin olunur. Müştəhidlərimiz, böyüklərimiz, alimlərimiz. Tabiilik olmalıdır. İkinci məsələ budur ki, sən bütün məqamlarda, bütün çətinliklərdə xilas yolunu tapa bilməlisən. Allah Teala Quranda buyurur: "Mən yettaqillah yec'allahu makhracan." Hər kəs təqvalı olsa ona yol açaram mən. Allahu veliyyullezine amanu yukhricuhum minez-zulumati ilen-nur. Allah müminin vəlisidir. Zülmətdən çıxardar onu. Niyə sən zülmətdən çıxa bilmirsən? Çünki mömin deyilsən. Mömin olsan Allah sənin vəlindir. Çıxış yolu verər sənə göstərər. Çıxış yolu o zaman olar ki, sən mömin olasan. Mömin olandan sonra sən çalışsan ki, cəmiyyətə kömək eləyəsən, hidayət eləyəsən, indi maddi kömək eləyəsən, mənəvi kömək eləyəsən, Allah qapı açacaqdır. Allah yol göstərəcəkdir. Bu bayramlar o vaxt bizim üçün xeyirli, bərəkətli olar ki, biz onları həyatımızda yaşayaq. Onlara dediklərinə, onların getdiyi yolu həyatımızda göstərək bütün səhnələrdə. Onda Allah Teala öz rəhmətini, bərəkətini nazil eləyər. Onda bərəkətli insan olarıq. Allah inşallah bizi bərəkətli möminlərdən, müsəlmanlardan qərar versin. Pərverdigar, aqibətimizi xeyr eylə yine. Bizi Əhl-i Beytə sadiq, səmimi, həqiqi şiələrdən qərar ver yine. Əhl-i Beyti başa düşən möminlərdən, müsəlmanlardan eylə yine. İlahi Pərverdigar, aqibətimizi xeyr eylə yine. Həbsdə olan qardaşlarımızı azad eylə yine. Düşmənlərini məhv-nabud eylə yine. Pərverdigar, İslam üçün, din üçün kim zəhmət çəkirsə, addım atırsa, alimlərimizi, müştəhidlərimizi, din xadimlərimizi, məddahlarımızı, bütün İslam'a xidmət edənləri pənahında hifz eylə yine. Şərri bəlalardan qoru yine. İmam Zaman ağanın zuhurunu təcil eylə yine. Bu məclisləri təşkil eləyənləri Pərverdiyara öz pənahında hifz eylə yine. Onların imanına, ixlasına bərəkətli nazil eylə yine. Xəstələrinə şəfa inayət eylə yine. Xüsusilə Pərverdiyar Əhl-i Beytə xatir, bu gecənin sahibinə xatir, nəzərdə olan xəstələrə şəfa inayət eylə yine. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Sağ olun, salamat olun. Hacının özünün, ailəsinin salamatlığı haqqında, elminin günü-gündən güclənməsinə xatir Muhammedi ucalı, qərrah salavat zikr elə.